Şampiyonluq Qarabağ olmuş mətbuat konfransına beləndi. Öncə Qurban müəllim fikirlərini bildirsin. Axşamınız xeyir olsun. Futbolçularımı təbrik edirəm. Çox vacib qalibiyyət idi. Onda da biraz disbalans var idi. Çünki bir müddət oynamamışlar və komanda hamısı bir yerdə deyil idilər. Biraz rotasiya eləmişdik. İstər-istəməz oyun istədiyimiz kimi topla davrana bilmirdik və rəqib də ki ilk hissədə buna imkan vermirdi. Bəlkə ilk hissəni hesablasaq, 12-15 dəqiqə top oyunda oldu, olmadı bilmirəm belə. Həm daha çox uzun top, həm daha çox mübarizə, həm biraz vaxt da uzanırdı sanki belə. Biraz demək olar ki, heç nə demirdik düzün desəm. İstəyirdik ki, daha yaxşı oyun oynamağı. 2 dəqiqə, 3 dəqiqə top oyunda qalmırdı ki, meydanda düzgün yerləşək. Amma ikinci hissə tam fərqli oyun oldu. Ola bilər ki, rəqibin də gücü biraz azaldı ikinci hissə. Çox enerji itirdilər, həddindən artıq çox pressing elədilər, həddindən artıq çox mübarizə apardılar. İkinci hissə tam fərqli biraz oyuna alındı. Daha rahat oynamağa başladıq, daha düzgün yerləşməyə başladıq meydanda. Belə şükürlər olsun Allaha, çox vacib işğal qazandıq. Çox əziyyət çəkdi futbolçular. Bizləri yenidən görməyə xoşdur, çoxdan görüşməmişdik. Həm bizim azarkeşlərə, Tovuz azarkeşlərinə təşəkkür edirəm, gəlib öz komandanın yanında oldular. Və uğurlar atıyorum Turana. Görkəm. Növbələr Nasır təbrik edirəm. Yan xəttini hazır 15 dəqiqə ərzində gördük. Bu arada start edini görmək ehtimalımız var. Qarşıda bir neçə gün vaxtımızda, sabah da məşqimiz olacaq, sonra bir məşqimiz yenə olacaq. Baxacaq, görək. Geçən bugün biraz daha çox oynatmaq istəyirdim. En azından bir 30 dəqiqə planında var idi oynatmaq. Sadəcə oyun biraz elə getdi ki, daha çox mübarizə idi, biraz ehtiyatlandım həm də. Meydança biraz çox sürüşkən idi. Ona görə biraz gec buraxdım ki, en azından biraz hiss eləsin. Amma yenə də qarşıdakı oyunlarda, qarşıdakı məşqlərdə baxacaq belə oyuna kimi lazım olan qərarı verəcəyik. Buyurun, növbəti sual var. Görkəm. İlvan namənzilmə vaxtınız olursa, ondan sonra mı? Tam eləməmişəm, amma maraqlanmışam. İndi bugündən sonra tam detallara ayrılıqlı daha çox diqqət ayıracağım. Mən belə baxmışam, mən belə maraqlanmışam. Məlumatlanmışam daha doğrusu. Sualın davamında verilmedi. Yəni biz Atletik Bilbao ilə gözlədiyimiz Qarabağın fərqli bir oyun görəcəyimi, yoxsa ki 51 sistemimiz var, onunla davam edəcəksiniz ya? Daha müdafiədən oynamaq mı daha iyi? Yox, biz illərdir nə etmişiksə onu etməyə çalışacağıq əlbəttə ki. Onu biz daha yaxşı eləyə bilərik. Yeni bir nəsə əlavə eləsək biraz fərqli olar. Amma oyunun gedişatında və yaxud bəzi rəqiblərə qarşı istənilən elə detallar var ki, onu biz bəlkə siz kənardan bir qədər hiss eləmişsiniz, onu biz oyunda həmin açıqları futbolçularımıza əlavə veririk və onu yerinə yetirirlər. Çünki istənilən komandanın belə deyək də öz özəlliyi var, öz kozuru var. Onun qarşısını almaq üçün biz mütləq meydanda daha diqqətli olmalıyıq. Ümumiyyətcə Atletik statistikaya görə ən dinamik futbol oynayan komandalardan biridir. Statistika çıxmışlar da birinci yerdəydilər. Ona görə biraz diqqətli olmalıyıq. Belə mütləq çalışırıq ki, öz oyunumuzu daha da yaxşılaşdırmağa və rəqibin o dediyim öz oyun üslubunun qarşısını almağa mütləq. Nə qədər bizə rəqib bunu imkan verəcək, oyunda bunu istəyəcəyik. Çox sağ olun, təşəkkürlər. Sağ olun, təşəkkür.